Salam değerli Türk kızları. Hamınızın həmişə gülsün. Övladlarınızın sağlığı, sağlamlığı ilə əlaqədar olaraq daha çox sevinin. Müzakirələrimiz davam edir. Deməli, ünvanlanan sorğulardan, suallardan biri də budur ki, doktor, mən mütləq uşağım doğulandan sonra onun bud çanaq oynağını yoxlatdırmalıyam. Yəni müayinə elətdirməliyəm, UZI, ultrasəs müayinəsi elətdirməliyəm, USM müayinəsi, yoxsa yox. Yəni bu nə dərəcədə düzgündür və bu mütləqdir. Yəni heç bir birinci olaraq baxan neonatoloq bu haqda ehtiyac olub olmamağı, göstəriş olub olmamaq haqqında nəsə deyə bilər, yoxsa yox. Çox diqqətlə dinləyin. Yəni uşağın doğulanda fizioloji şərtsiz refleksləri olur. Şərti reflekslər isə sonradan formalaşır. Şərtsiz reflekslərdən biri də uşağın normal bud çanaq oynağındakı heç bir problemin olmadığını göstərən yerimə refleksidir. Yerimə refleksi uşağın qoltuq altı hissəsindən tutduqda və o adımlamağa cəhd edir və hər iki diz oynağını bükərək, ayaqlarını yerə basaraq adımlayırsa, bu yerimə refleksinin alındığını göstərir. Əslində, bu qərarı sizin neonatoloqunuz verməlidir birinci növbədə. Yəni, bu alınırsa, bu deməkdir ki, uşağın bud çanaq oynağında heç bir problem yoxdur. Bu tümünün başı, deməli, öz yerindədir və heç bir ultrasəs müayinəsinə ehtiyac yoxdur. Yəni, bu qərarı sizin neonatoloqunuz və yaxud da ilk sizə baxan pediatr verməlidir. Yəni, bütün uşaqları mütləq ultrasəs müayinəsinə, bud çanaq oynağına göndərmək lazımdır deyilən belə bir şey yoxdur. Yadınızda saxlayın və unutmayın. Mütləq özünüzün pediatrınızdan bu barədə məsləhətləşin. Təşəkkür edirəm. Yəni, bunu da unutmayın heç vaxt.